necə eləyə bilər ailəsinə qarşı bu şəkildə davranmağı? Bir insan doğrudan da Allahı özünə məşuq olaraq seçib, İmam Zamanı özünə məşuq olaraq seçibsə, həyat yoldaşına qarşı pis rəftar eləsə, bir sual verəcək ona. Deyəcək, sərvərin sənə deyib mənə belə eləyəsən? Rəbbin sənə deyib mənə belə danışasan? Ya bu ona qarşı səhv eləsə, o bunu bağışlamasa, deyəcək, bəs sən ibadət elədiyin, sevdiyin Allah deyir ki, bu qədər qəddar olasan, günahımdan keçməyəsən, bir xətanı bağışlamayasan. Dünyaya bu model və bu modelin gözəllikləri təbliğ olunmalıdır, təqdim olunmalıdır. Sual bu olsun ki, Allah sənə deyib ki, mənə fikir verməyəsən, gedib dostlarından oturub durasan, mən yaddan çıxım. Hər nə oldu bu sual versin. Mömin ailələrdə bu problem varsa, açıq deyək ki, problem iman problemidir. Görüntüdə mömindir, başqa cür ola bilməz. Özünü tərbiyə Allaha xatir olarsa effektiv olmalıdır. Bu sual insanı cənnətə qədər apara bilər ki, istədiyin Allah sənə deyib belə eləyəsən. Bu sual davamlı ver, axır özünü yığışdıracaq. Amma birinin ağası yoxdursa, sərvəri yoxdursa, sevdiyi bir varlıq yoxdursa, onu cilovlamaq çətin olacaq. Cilovlamaq olmur da. İnsan Allaha aşiq olduqca, Allahın dostlarını sevdikcə qəlbi incəlir və hamıya qarşı mehriban olur. Egosu olmur ki, kiməsə zərər yetirsin. Və birdən dözməyib gedib həyat yoldaşından Allaha şikayət eləyəndə Allah ona cavab verir ki, səsin çıxmasın. Bu sənin imtihan vasitəndir. Buna döz, mənə tərəf gəl. Mövzu o deyil. Buna dözməklə mənə tərəf gəl. Bunu mən göndərmişəm milyonlarla insanın içində ki, sən bununla yaşayasan və öz eşqimi imtihan edirəm. Mən səninlə məşğulam, sənin onunla nə işin var? Mən öz eşqimi, sənin mənə olan eşqi imtihana çəkirəm. Sən buna döz ki, mənə tərəf gələ biləsən. Bu kobud adama dözməklə sən mənə yaxınlaş. Sən mənə məhəbbəti buna dözməklə sübut elə.